uğurlu gedişin arxasında illərin zəhməti, səbir və strateji düşüncə dayanır. Bəs peşəkar şahmatçının masa arxasında və gündəlik həyatında necə biri olduğunu heç düşünmüsünüzmü? Gəlin, bugün beynəlxalq qrossmeyster, 14 yaşlar arasında dünya çempionu, 2 qat Avropa çempionu və kişilər arasında Azərbaycan çempionu olan Aydın Süleymanlı yaxından tanıyaq. Xoş gördük Aydın. Xoş gördük. Şahmatla ilk tanışlığın necə oldu? Şahmatda ilk dəfə 5 yaşında məktəbə qədər hazırlıq kurslarına gedərkən öyrənmişəm. Elə həmin məktəbə qədər hazırlıq kursunda da uşaqlar arasında şahmat yarışı var idi. İlk yarışım da eləməz oraydı. O yarışda ikinci oldum və evdəkilər mənim bu şahmata olan marağımı, həvəsimi və istedadımı görüb məni daha ciddi, belə deyək, bir şahmat dərnəyinə yazdırdılar. Elə ilk oyunlarımı da əsasən evdə atama qarşı, babalarıma qarşı oynamışam. İlk məşqçin və ya sənə ən böyük təsir edən insan kim olub və ondan öyrəndiyin ən böyük məsləhət nə olub? İlk məşqçim deyəndə ağlıma elə həmin kursdakı müəllimə gəlir. Ondan sonra da həmin o şahmat dərnəyində Əhməd müəllim var idi. İlk müəllimlərim onlar olub. Nisbətən daha professional olmağa başlayandan sonra isə Respublika Şahmat Məktəbində Xalid Atababəyevlə çalışmağa başlamışam. Amma mənə ən çox təsir edən müəllim deyəndə hər hansı bir spesifik ad demək biraz çətindir. Çünki birinin adını desəm düşünürəm ki, o birilərə qarşı biraz hörmətsizlik etmiş olaram. Şahmat karyeranda dönüş nöqtəsi hesab etdiyin yarışın və ya qələbən hansıdır? 16 yaşlar arasında Olimpiya çempionu olduğumuz turnirdə, yəni Azərbaycan komandası olaraq həmin turnir deyə bilərəm. O turnirdən bir neçə həftə sonra dünya çempionu oldum. Daha da ciddiləşdim şahmat barəsində. Yəqin ki, ona görə bu yarışı deyə bilərəm. Dünya şöhrətli şahmatçılarla qarşılaşıb qalib gəlmək səni nə hiss etdirir? Bu sənin özünə inamını necə artırır? Təbii ki, bunlar hamısı çox gözəl hisslərdir. Uşaq vaxtı şahmata başlayan hamı kimi mənim də ən böyük arzularımdan biri güclü şahmatçılara qarşı, dünya çempionlarına qarşı oynayıb onlara qarşı qalib gəlmək idi. Elə bu yaxınlarda da Magnus Carlsenə qarşı qalib gələndə də emosionallığa belə qapılmışdım. Çünki ona qarşı qalib gəlməyi düşünürəm ki, bütün şahmatçıların, bütün şahmata başlayanların arzularıdır və mən də uşaqlar arzularından birinə çatdığım üçün çox xoşbəxt idim həmin an. Yarışa hazırlaşarkən etdiyin xüsusi bir ritual və yaxud da xüsusi bir vərdişin varmı? Əslində belə şeylərə o qədər də inanan deyiləm. Amma ritual olaraq yarışa hazırlaşanda və s. musiqiyə qulaq asmağı sevirəm. Daha çox xoş əhval-ruhiyyə verən musiqiyə qulaq asmağı sevirəm ki, turnirdə çox da, oyun zamanı çox da stresslənməyim və s. Bilirik ki, yarışlarda çox stres çəkirsən. Ağır oyunlardan sonra, hətta bəzən ağır məğlubiyyətlərdən sonra özünü necə bərpa edirsən? Çalışıram ki, əsasən gecə gəzintisinə çıxım belə məğlubiyyətlərdən sonra stresi atmağa və bir sözlə yarışı unutmağa kömək edir mənə. Uşaq yaşlarından başladığına görə yəqin ki, kumirin olub və yaxud da hal-hazırda heyran olduğun bir şahmatçı varmı? Magnus Carlsen və Şəhriyar Məmmədiyarov. Daha sonra isə təqribən 12-13 yaşımda Bent Larsen haqqında şahmat kitabı oxumuşdum. O kitabdan təsirlənib daha sonra Bent Larsenə də xüsusi bir onun oyunlarına xüsusi bir maraqla baxırdım. Həmin o kumirlərinə qarşı oynayırsan, məsələn, Şəhriyar Məmmədiyarova da Magnus Carlsenlə əslində təbii ki, onlar məndən çox güclü şahmatçılardır, amma onların hər ikisinə də qalib gəlmişəm və bir yerdən sonra artıq kumir kimi yox, daha çox güclü rəqib kimi görməyə başlayırsan və ona görə hal-hazırda xüsusi bir kumirim yoxdur. Bəs Aydın, hal-hazırda qarşına qoyduğun ən böyük hədəf nədir? Olimpiyada ilə bağlıdır. Çünki Azərbaycan şahmat tarixində uşaq yaşlarından qıraq, yəni 16 yaşlar çıxmaq şərti ilə Azərbaycanda əfsuslar olsun ki, bir dəfə də belə olsun medal olmayıb, hətta 3-cülük, 2-cilik belə olmayıb. Ən böyük arzularımdan biri Azərbaycanda ilk dəfə bu medal gətirməkdir, Azərbaycan komandası olaraq. Ona görə mən əminəm ki, hamımız milli komandada əlimizdən gələni edəcəyik ki, bu medalı nəhayət ki, Azərbaycana gətirək. Şahmata yeni başlayanlara verəcəyin ən vacib məsləhət nə olardı? Saatlarla vaxt ayırasan bu işə. Şahmat kimi çətin bir oyunda bu oyuna hər gün saatlar ayırmaq üçün böyük ehtimalla ilk olaraq bu oyunu sevməlisən. Sevməsən heç vaxt hər gün, illər ərzində hər gün 4 saat, 5 saat məşğul olmazsan. Və təbii ki, inkişaf üçün ən əsas vacib məsələ çox çalışmaqdır. Təbii ki, istedad faktoru və s. də var bu işin içində. Amma çox çalışan bilinməyinə gəlir ki,
çox böyük ehtimalla həmişə uğurlu olacaq şahmatda. Aydın, özünün 10 yaşlı halına qarşılaşsan, ona hansı məsləhəti verərdin? Əsas məsləhətim olardı ki, həyəcanlanmayasan, stresslənməyəsən oyun barədə. Oyundan həzz almağa çalış, belə deyək. Planları daha çox uzun müddətli qurmağa çalış, qısa müddətli planlardansa. Yəqin ki, 10 yaşda alma ilə bu məsləhəti verərdim. Biz çox şadıq ki, sən hələ uzun müddət Azərbaycanı təmsil edəcəksən. Səmimi söhbətinə görə çox təşəkkür edirik. Çox sağ ol, mənim üçün də xoş oldu.